Ağsaqqal, salam aleyküm, xoş gördük sizi. Bax, bu gördüyümüz yol Cəllabad, Sultankənd, Zəhmətabad yolunda 2 kilometr yarım olan məsafədir. İndi sizin də az yaşınız yoxdur. Bu yol görürsünüz ki, neçə illər idi ki, bu yol baxımsız vəziyyətdə qalmışdı. Sağ olsun ki, Cəllabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəllov və 46 sayılı yol istismar idarəsinin müdiri Xudayar müəllim, yəni böyük bir təşəbbüs yaradaraq, böyük bir layihə yaradaraq görürsünüz ki, bu yolda əsaslı təmir işləri artıq başlayıb, qumlanma işləri gedir. İnşallah ki, indi yaxın vaxtlarda işlər bitəndən sonra bura yüksək asfalt örtüyü vurulacaq. Görürsünüz ki, bütün texnikalar sərf olunub bu yola. Cəllabadla da, belə deyək də, bu Sallıdır, Zəhmətabaddır, Ləkindir, Buravardır, Şatırlıdır. Həmin kəndlərin rayon ərazisinə 18 kilometrdə yolun yaxınlaşması deməkdir. İndi mən də istəyərdim ki, bir kənd sakini kimi, rayon sakini kimi, yəni bu görülən işlərə sizin, belə deyək də, fikriniz necədir, necə sevindirici hallardır, buyurun. Çox sağ olun, var olun. Allah Xudayar müəllimə can sağlığı versin. Cəllabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəllov bana can sağlığı versin. 18 illər kəndi birləşdirən bir oldu. Cəmaatlar məndən 600 illər kimi bir oldu. Sağ olsunlar, var olsun. Mən təşəkkür edirəm. Allah kömək olsun. Biz səbəbkarların neçə ildir gözləyib. Şükür Allah. Günü gördük, şükür Allah. Allah kömək olsun. Razıyıq. Sağ olsunlar. Bu yolu bizi çəkib verdiklərinə görə razıyıq. Bunlardan razıyıq. Sağ olsun. Siz də sağ olun. Biz də təşəkkür edirik. Bu yolun çəkilməsində kim şərait yaradır, Allah kömək olsun. İnşallah ki, xeyir işlər olsun, xeyir işlərə gedib gələk. Allah can sağlığı versin. Burada işləmiş o texnikalar Bütün 46 sayılı yol istismar idarəsinin əməkdaşlarına, bütün zəhmətkeş insanlara, texnika hal-hazırda texnikamız işləyir. Deməli, texnika yola iri çınqıl daşlar döşəyir. Bu yollar inşallah kipləşəndən sonra asfalt örtüyüdən inşallah ki, çəkilib insanların istifadəsinə veriləcək. Sonda da yenə də ki, Cəllabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəllova, 46 sayılı yol istismar idarəsinin müdiri Xudayar müəllimə təşəkkür edirik. Sahə rəisi Faiq müəllim, Əlsə müəllimə, bütün əməkdaşlara təşəkkür edirik. Var olsunlar, sağ olsunlar ki, həqiqətən də Cəllabad rayonunda çox böyük bir iş gedir. Hələ bu yol bundan bitmir. Bu yol Cəngandan da tam Ağışəm, Xanılı, Eçara, Süleymanbəyli, Kürdlər, Əliyabad, Sərhədabada qədər yəni bu yollar asfalt vurulacaq, təmir olunacaq. Çox yüksək səviyyədə. Mən sonda bir məsələni də vurğulayayım ki, yəni inanın ki, bu yol Cəllabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəllovdan və Xudayar müəllimdən Cəllabad üçün böyük bir hədiyyə olacaq bu yol. Böyük bir işdir bu. Sağ olun.